Əslində onu tam qurumada günahlandırmazdım. Çünki vətəndaşlarda bəzi qaydalar var. Məncə ona riayət eləsələr, bu baş verməz. Hər iki tərəfli. Amma indi məsələn qazın özündə nəyisə indi kombilər falan var. Heç çox qaz yandırmırıq. Amma biraz yandığında görürsən ki, qazın çox pis tündüyü var. İndi onu da onlar gətirir ki, arqument gətirir ki, elə bir insanları ayılsın da o xəbərdarlıq eləsin, söndürsünlər. Amma çox kəskin iyi var. Amma yenə də insanlar da özləri üçün tədbir görməlidirlər deyə düşünürəm. Qurumun da ola bilər, vətəndaşların da ola bilər, yəni hər iki tərəfli ola bilər, yəni. Tək bir tərəfli ola bilməz də. Qurum yazıq nə vətəndaşlarda da olur da, görürsən ki, diqqətsizlik eləyirlər. Hər bir hadisə baş verir də. Kart da yaxşıdır ki, qutardı, gedib vurmalısan avtomatik. Belə olanda yığılır kəllə-çağa, sonra görürsən ki, idarəyə nəzərdən düz gəlmir də, problemlər yaşanır. Kart sistemi yaxşıdır. Hər ikisində mən hesab edirəm ki, günah var. Birinci o qaz işçiləri düzgün təlimatlandırılmalıdır. Vətəndaşların da günahı odur ki, ondan düzgün istifadə eləmirlər. Çox vaxt da kurslar üsulla çəkirlər, mütəxəssis çağırmırlar, yəni öz necə gəldi elə. Və buna görə də bu hadisələr baş verir. Hardakı məsuliyyət var, bir balaca, aydın məsələdir ki, orada hər şey öz qaydasındadır. Bu tək qaza aiddir, suda belədir, işıqda belədir. Gərək vətəndaşlar da məsuliyyətli olar, eyni zamanda da ona cavabdeh şəxslər, təşkilatlar, onlar da düzgün işlərini aparmalıdır ki, onlarla söhbətlər aparmalıdır. Harada qanunsuz varsa, onları dərhal aradan qaldırılmalıdır. Yox, vətəndaşların günahı ola bilməz axı. O verilən qazdadır günah. O evə gələn qazdadır. Valla bizdə kart deyil, mən ona görə bir şey deyə bilmərəm. Bizdə də əvvəl kart idi, dəyişdilər, ondan qoydular. Nəyə görə bilmirəm. Yəni problem hər dəfə iki başlı olur. Problemin kökü belə deyək də. Həmişə ya vətəndaşların laqeydssizliyindən, ya da nasazlıqlardandır. O nasazlıqların səbəbi də elə qazı quraşdıranlarda ola bilər, düşünürəm. Və yəni bir problem yarandıqda ola bilər vətəndaşlar özü bir işə qarışmayıblar, girişmirlər deyə elə problem olaraq qalıb. Mən yəni çox narazıyam. Elə dünənləri bir aylıq pul 173 manat pul ödəmişik. Yəni hətta belə biz 50-də 40-da qoyuruq ki, yəni çox yazmasın da. 173 manat bir ailə üçün, özü yəni maaş yoldaşım 400 manat yoldaşım alır, 350 manat da mən alıram. Yəni bu maaşa görə 173 manat nə deməkdir? Nə bilim valla, onu mən yəni deyə bilmərəm. Ola bilər ki, qurumdan da ola bilər, vətəndaşda da ola bilər günah, amma yəni bu şeylə mən razı deyiləm. Qaz çox yazır. Mexanika daha yaxşıdır. Mənə elə gəlir ki, mexanika yaxşıdır. Çünki karta vurursan buradan da solur gedir, qutarır. Amma yəni bu 172 manat bir aya bu normal deyil. Başa düşürsünüz? Bir vətəndaş kimi mən ona etirazımı bildirirəm ki, yəni biri də var ki, biz bunu xaricdən alaq. Bir də var ki, biz bunu özümüz yəni istehsal eləyirik də. Yəni bu nə deməkdir? Benzin də bizdəndir, neft bizdən çıxır, qaz bizdən çıxır. Niyə görə biz bu məbləği ödəməliyik?